Meyxana ustadı Namiq Qaraçuxurludan həmkarlarına sərt ismarıc. Sənətçilər var ki, sinələrini şişirdirlər, müəyyən gelləri vasitəsilə. Namiqin bu açıqlamaları gündəmi o kibar silkələyəcək. Sinə şişib belə qollarla var. Ya bunu nə ilə eləmsən? Yəni bu təbii ki, bu idman eləməlisən, amma eyni zamanda qollar da var. İdmanla, nə gözəl. Yəni bu insanın içərisində qalan bir yerdir, uzaqbaşı dənizə görəndə kimsə və yaxud da mayka filan gəlib ki, ilə də belə görsənsinlər. Qaraçuxurlunun bu sözləri hansı kişi həmkarlarınadır? Bax, dodaq şişirtmək, haravusa şişirtmək, bu biabırçılıqdır. Burun əyridi düzəltdirmək olar, yəni deyirəm, üzündə qırışlar əmələ gəlib, eybi yoxdur, zamanında onu dartdırmaq olar. Qulaqların yekədir, kəstirə bilərsən, balacalaşdıra bilərsən, belədir, yapışdırdıra bilərsən. Hələ bu hamısı deyil. Namiqin bəzi qadın sənətçilərə də ağır ittihamları var. Bizim bəzi inciməsinlər, dırnaq arası xanım sənətçilərimiz var ki, efirdən çıxıb xanımlara namus məsləhəti verirlər, nə bilim, hansısa bir qəribə şeylər danışırlar. Bəzi sənətçilər, bəzi insanlar var ki, biz onları alqışlaya başımızın üstündə otuzdururuq. Və bir gün ayılırıq ki, bunlar bizə məsləhət verir və bunlar bizim hərəkətlərimizi tənzimləyirlər. Bunu belə elə, bunu belə. Namiq hətta gənc nəslin ifaçılarından da narazılıq elədi. Gənc sənətçilər var, məsələn, müğənnilərimiz var ki, mən onlara həmişə gözəl münasibət bəsləyirəm. Mən bir də ayılıram ki, o insan oturub mənə ağlı öyrədir. Baxıram bana, deyə də bilmirəm, sən dünənin uşağısan, sən yəni gözümüzün qabağında böyümüsən. Ya dəstək olub sonra peşman olursan, ya da tanıyırsan peşman olursan, əlvi üzürsən. Bütün bu baş verənlər Namiqi necə boğaza yığıbsa, meyxanaçı kənara çəkilib, hər işdən əlini üzüb. Bir aydan çoxdur ki, televiziyada fəaliyyət göstərmirəm, efirdə yoxam, ümumiyyətlə yaradıcılığımda da sakitçilikdir. Hardasa psixoloji problemlərim var idi. İşləyən adam, həmişə çalışan adam birdən-birə oturub evdə və günlərlə çıxmır çölə, günlərlə insanlarla münasibətdə deyir, telefonlarımı da söndürmüşdüm. Hər bir şey artıq qıcıqlandırırdı məni, evdə də oturanda hər bir şeyə əsəbləşirdim. Namiq etiraf edir ki, yaşı artdıqca həssas olub. Son aylar deyim, illər deyim, daha belə olmuşam, həssas olmuşam, nəsə deyilir, qəlbimə dəyir, nəsə deyilir, gedirəm özümə, düşünürəm. Yəni, adi bir söz deyə bilərlər, mənə təsir eləyə bilər. Mən əslində dəyişilmək istəyirəm, amma dəyişilə bilmirəm. Şaxaya getməyə planlaşdıran Namiqin bu səfəri baş tutmayıb. Və mən hesabımla götürdüm ki, mən Şaxaya gedib çıxacam, tutalım ki, uzaqbaşı bir gün qalacaq. O səbəbdən bildim ki, istirahət eləyə bilməyəcəm bir gün içində. Elə çatdım, qaçdın, ora-bura gəldin. Yəni, bildim istirahət olmayacaq. Ona görə saxladım onu gələyinə. Mənim Çində, Vincu şəhərində olan şəkillərim ATV mağazində. Niha ATV mağazin. Çinin Vincu şəhərində dincələn Namiqi oranın yeməkləri də ürəyini açmayıb. Yeməklərinə biraz öyrəşmək çətin idi. Elə arıqlamağımın müəyyən səbəbi də o idi. Orada əsas dəniz məhsullarıdır və onların dərilərinə fikir verin, çox gənc qalırlar, dəriləri çox. Ona görə ki, o məhsullardan çox istifadə edirlər. Bakıya qaydar qayıtmaz, Namiq həm xəstələnib, həm də zəhərlənib. Gəldim, çıxdım, 2 gün belə işlə biraz məşğul oldum, möhkəm soyuq dəyməm oldu və eyni zamanda deyəsən zəhərlənmişdim. Bir 5 gün yatdım evdə, evdən çıxmadım. Küləyə vuran yerdə biraz söhbət etdim. Gəldim və qulağımdan böyük sancı tutdu, vurdu mənim səs tellərimi. Zəhərlənməyindən söz açan Namiq, onu vaxtı ilə bilərəkdən zəhərləyən dostundan da söz açdı. Mən heç yerdə deməmişəm, bir dəfə məni zəhərləyiblər. Bizim bir sənət yoldaşımız məni yeməyə dəvət eləmişdi. Çörək yedik, oradan çıxdım. Getdiyim yerdə özümü başladım pis eləməyə. 20 yanvar metrosu tərəfdə saxladım, biraz özümə gəldim. Təzədən mindim maşına. Bizim yol polisləri çox sağ olsunlar, gördülər məni. Yəni vəziyyətimi başa düşdülər, kömək elədilər. Gətirdilər evə. İndiyə kimi mehribanov o insandan, mən onu heç nə demirəm. Namiqin gözü necə qorxubsa, artıq heç yerdə yemək süfrəsinə əyləşmir. Mən ondan sonra ümumiyyətlə kənar yerlərdə yemək yemirəm, kənar yerlərdə çay içmirəm. Yəni, anamın və dostlarımın da hər zaman mənə tövsiyəsi bu olub ki, hər yerdə yemək yemə, hər yerdə çay içmə, hər yerdə qida məhsulu qəbul eləmə. Bu qorxulu bir şey. Yeməklərə olduğu kimi
Şəxs həyatına da həssas yanaşan, hər zaman onu gizlətməyə çalışan Namiq ATV maqazində onun barəsində etdiyimiz araşdırmamıza da münasibət bildirdi. Münasibət normal, hər halda mən istəmirəm belə bir şey olsun. Sən vəzifə borcunu eləyirsən. Çox həyəcanlı baxdım verilişə, çox həyəcanlı baxdım. Bütün Azərbaycana xəbər saldıq, aradıq, araşdırdıq. Budur, Namiq Qaraçuxurlunun nişanlısının yaşadığı ünvan bizdə. Namiq Qaraçuxurlunun nişanlısı xanımın mənzili. Hər halda adamın şəxsi həyatının içidir. Yəni, mənim başıma heç vaxt belə bir şey gəlməmişdi. Sevindirərəm sizi çox keçməz.